Bismillah və salatu və selamu alə Rasulillah. Əzizlərim, nə qədər ki möhlət dünyasındayıq, pis dostlardan xilas olmağa çalışmaq lazımdır. Pis dostun pis aqibəti vardır. Uca Allah Teala Qur'an-ı Kərimdən bir qısa və əzəmətli hekayə barədə danışır. Uca Allah Teala buyurur ki, فَاتَّلَعَ فَرَآهُ فِي سَوَاءِ الْجَحِيمِ O deyir, cəhənnəmə baxdıqda dostun orada cəhənnəmin qaranlığında gördü. Qalətəllahi in kittə ləturdin Allaha and olsun ki, az qala sən məni də azdırmışdın. Baxın, əgər insan bu dünyada pis dostundan xilas ola bilməsə, hətta o bunu azdıra da bilər. Başqa bir ayətdə Allah Teala buyurur ki, يَوْمَ يَعُدُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِ اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا O gün zalim iki əlini də ağzına salıb peşmançılıqdan dişləyərək deyəcək ki, vay olsun mənim halıma. Kaş ki Peyğəmbəri özümə dost tutardım. Ya veylətə leytəni ləm ətəxiz fulənən xalilə ləqəd ədalləni aniz-zikri bə'də izcəəni. Vay olsun, yenə də vay olsun mənim halıma. Kaş ki filan kəsi özümə dost tutmazdım. Hansı ki o, haqq mənə gəlib çatdıqdan sonra məni haqdan uzaqlaşdırdı. Və kənə şeytanu lil-insani xəzulə. Həqiqətən də şeytan insanı çətin bir vəziyyətdə, rüsva edici bir vəziyyətdə qoyub qaçandır. Rüsva edəndir. Bəli, ona görə əzizlərim, bu dünyadakən özünüzə yaxşı dostlar seçin. Yaxşı dostun yaxşı səmərəsi, pis dostun isə pis səmərəsi olur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, yaxşı dostla pis dostun misalı ətir saçanla külüçünün misalı kimidir. Beləcə insan ətirçinin yanına gedəndə ondan ətir almasa belə onun qoxusu üzərinə hopur. Beləcə də salih, gözəl dostun, gözəl əxlaq sahibinin yanında olanda onun ən azından əxlaqından təsirlənirsən. Və pis dost da kürücü kimidir, onun yanına gedəndə oradan paltarına his və yaxud da yanıq kimi ziyanlar deyə bilər. Və pis dostun da aqibəti həqiqətən də çox pisdir. Necə ki ayətdə oxuduğum kimi Allah Teala bizlərə gözəl, əxlaqlı dostlar nəsib etsin və bizləri cənnətdə taxtlar üzərində üzbəüz oturan qullarından etsin.